Salam əziz abituriyentlər, bugünkü mövzumuz Dövlət İmtahan Mərkəzinin 2025-ci il tarix test toplusunda yer alan Azərbaycan 20-ci əsrin əvvəllərində və 1-ci Dünya müharibəsi illərində mövzusudur. Gəlin başlayaq. Birinci suala baxırıq. Azərbaycanlılardan ibarət Tatar süvari alayı yaranmışdı 1-ci Dünya müharibəsi illərində 1914-18-ci illərdə. Şimali Azərbaycanda 1904-cü ildə müştərək müqavilə bağlandı. Neftçilərlə sahibkarlar arasında baxaq variantlara. Deyir ki, Fəhlə Deputatlar Soveti ilə neft sənayeçiləri arasında, bu yanlışdır, Fəhlə Deputatlar Soveti ilə yox, sahibkarlarla, yəni neft sənayeçiləri və fəhlə nümayəndələri ilə. D variantı düzgündür. Mazut Konstitusiyası adlanır. Mazut Konstitusiyası da deməli, burada fəhlələrə hüquqlar verilmişdir. Neft sənayeçiləri ilə fəhlələr arasında imzalanmış müştərək müqaviləyə deyilir. C variantı düzgündür. 1904 dekabrın 30-da. 20-ci əsrin əvvəlində Şimali Azərbaycanda milli hərəkatın əsas aparıcı qüvvələri idi. Deməli, milli burjuaziya və demokratik ziyalılar. 20-ci əsrin ilk 10 ilində Azərbaycanlara qarşı törədilən milli qırğın siyasətin qarşısını almaq məqsədi Difai Partiyası yaradıldı. Bakıda 1918 martın axırlarında Bakıda milli qırğın törətməkdə məqsədi müsavatın sosial bazasını zəiflətmək. 1-ci Dünya müharibəsi illərində Səməd bəy Mehmandarov nə etmişdi? Səməd bəy brilyantla bəzədilmiş georgi silahı ilə təltif olunmuşdu. 1-ci Dünya müharibəsində Fərrux Ağaqaybov hərbi təyyarəçi idi. Qafqaz cəbhəsinə gedən döyüşlərdə də iştirak etmişdi. Bu Ruslan hücumu zamanı düşmənin müdafiə xəttini yararkən həlak olmuşdu. Bunu da çıxırıq. Deməli, müqəddəs Georgi ordeni ilə təltif olunmuşdu. Bu düzgündür. Deməli, brilyantla bəzədilmiş Səməd bəy Mehmandarova aiddir. Sadəcə müqəddəs Georgi ordeni isə Fərrux Ağaqaybova aiddir. Hərbi təyyarəçi idi. Cənubi Qafqazda həyata keçirilmiş 1912-13-cü illər aqrar qanunlarına görə kəndlər torpağı məcburi şəkildə almalıdır. Amma dövlət yox, sahibkar kəndlər. Ona görə yeni atıram. Bəylər inzibati məhkəmə işlərindən 1865-də uzaqlaşdırılıb. Kəndlərin bəylərdən asılılığı rəsmiləşdirildi. Əksinə kəndlər daha da asılıqdan çıxdılar, müvəqqəti mükəlləfiyyətli vəziyyətdən çıxdılar. Dövlət kəndlərinə aid deyil, sahibkar kəndlərin müvəqqəti mükəlləfiyyətdən azad olundular. A variantı düzgündür. 1-ci Dünya müharibəsinin başlamasından 3 il sonra 1917-ci ildə Rusiyada monarxiya devrildi fevralda. Sarıqamış əməliyyatının başlamasından 4 il sonra, deməli, Sarıqamış əməliyyatı 1914-15-ci illəri əhatə edir. 1914-də başlamışdı, 1918-də 1-ci Dünya müharibəsi başa çatır. 11-də B variantı düzgündür. 1906-da Cənubi Azərbaycanda qanunverici hakimiyyət orqanları Əncümən, Şura. Şimali Azərbaycanda ilk siyasi partiya və cəmiyyətlərin yaradılmasına başlanılmışdı. İlk siyasi partiya, bir də var ilk milli partiya. Siyasi partiya Müsəlman Gənclik Təşkilatıdır, milli partiyada Qeyrət Partiyasıdır. Deməli, ilk siyasi partiya və cəmiyyətlərin yaranmasına başlanılmışdı. Əkinci qəzetin təbliğatı 70-ci illərdə atıram. 19-cu əsrin ortaları deyil. 1917 fevral inqilabından əvvəl idi. Azərbaycan Xalq Cümhuriyyətindən əvvəl idi. 20-ci əsrin əvvəl, ona görə 1903-cü ildə ola bilər. 13-də cavab Y. Şimali Azərbaycanda 1-ci Rus inqilabı dövründə yaranmışdı. Yəni 1905-7-ci illər. Hümmət 1904-dü atıram. Qeyrət 1905-ci ildə idi. Ona görə 14-də B-ni götürə bilərik. Müsavat 1911-dir. Müsəlman Gənclik 1803-dür. Türkiyədən mərkəziyyət 1917-dir. Şimali Azərbaycanda dövlət kəndlərinin torpaq münasibətlərini qaydaya salmaq üçün gördüyü tədbir. Cənubi Qafqazda dövlət kəndlərinin torpaq quruluşu haqqında qanun verilməz. Bu kənd cəmiyyətləri 1865-dir, bunun əlaqəsi yoxdur. 1870 kəndli islahatı sahibkarlara aiddir. Kəndlərin təhkiminə əməli ləğv olunması dövlət kəndlərinə aid deyildi. Vahid kənd idarəsi də 1865-dir. Ona görə B-ni çıxanda Y-də avtomatik gedir. Şimali Azərbaycanda sahibkar kəndlərin müvəqqəti mükəlləfiyyətdən azad olundu 1912-13-cü illərdə. 19-cu əsrə aid deyil. Tağıyevin teatr binası 1883. İlk dəfə Qafqaz danışıqlığı 1844. Bakıda iç qiraətxana 1894. Rusiya Müsəlman İttifaqının yaranması. Rusiya Müsəlman İttifaqının yaranması isə Ümumrusiya müsəlmanların qurultaylarındadır. Ona görə 1905-ci ilə düşdüyünə görə D variantını götürə bilərəm. Şimali Azərbaycanda Milli Teatrın əsasının qoyulması 73. 1873. Uyğunluq pozulub. Tatar süvari alayı təşkil olunub 1-ci Dünya müharibəsi ərəfəsində. Elə burada A variantı yanlışdır. Çünki 1-ci Dünya müharibəsi dövründə təşkil olunmuşdur, ərəfə yox. Uyğunluq gözlənilib. 1-ci Dünya müharibəsi dövründə müqəddəs Georgi ordenində təltif olunmuş ilk Azərbaycanlı təyyarəçi Fərrux Ağaqaybov olmuşdur. Elə bu düzgün cavabdır. Ona görə A variantını götürə bilərik. Uyğunluq pozulmuşdur. Sarıqamış əməliyyatı olub 1-ci dünyada düzdür. Cənubi Azərbaycanda erməni açıq quldur dövlət dəstələri soyqırım 1920 yox, 1918 martında Urmi bəlası. B variantı ona görə düzgün cavab hesab olunur.
Uyğunluq gözlənilmişdir. Tatar süvariləri Birinci Dünya müharibəsi ərəfəsində yox, dövründə olmalıdır. Ərəfə hələ həmin dövrə gəlib çatmamış, həmin dövrə yaxındır deməkdir. Sarıqamışda məğlub olub Osmanlı. İlk Azərbaycanlı təyyarəsi Fərrux Ağaybov Rus qoşunları Təbrizi işğal edib 1916 yanvarında yanmışdı. Birinci Dünyada brilyantlarla bəzədilmiş Müqəddəs Georg ördeyi ilə təltif olunub Səməd bəy Mehmandarov. Azərbaycan tarixində 1900 və 1912-ci illərdə baş vermiş oxşar hadisələr. Aqrar qanunlar. Biri sahibkar kəndlər, biri də dövlət kəndlərinə aiddir. C variantı düzgündür. Şimali Azərbaycanda 1870-1912 qanunlarına aid ümumi cəhət. Sahibkar kəndli ola bilməz. Daha doğrusu sahibkar kəndli olmalıdır. Elə A variantını götürək. 1870-də, 1912-də sahibkar kəndlərinə aiddir. Amma 1900-1903 dövlət kəndlərinə aid idi. Şimali Azərbaycan 1907 tarix üçün səciyyəvi idi. 3-cü Dövlət Dumasına seçkilərin keçirilməsi. Elə bu düzgün variantdır. A variantını götürürük. Deməli, Birinci Dövlət Dumasının seçkilərin keçirilməsi 1906-dır. Azərbaycan müəllimlərin birinci qurultayı 1906, Bakı Fəhlə Deputatlar Soveti 1905, Qafqaz Sazişinin yaradılması 1844 atırıq. Şimali Azərbaycan 1906 tarixinə aiddir. Hümmət 1804, Müsavat 1911. Hümmət də 1904 idi. Birinci Dumaya seçkilərin keçirilməsi 1906-cı ildə. Müsəlmanlıq Partiyasının yaranması 1905. Əyalət əncümənlərdə deməli 1905-ci illərdə idi. Yəni, bu daha doğrusu Cənubi Azərbaycana aiddir, ona görə götürmürük. 1905-11-ci illər məşrutə inqilabı dövrü. Şimali Azərbaycanın 20-ci əsr əvvəlləri tarixini səciyyələndirir. Dövlət kəndlərin bir yerdən başqa yerə köçməyə ləğv olundu 1853. Sahibkar kəndlərin üzərində polis məhkəmə hüququ 1865-də ləğv olunur. Sahibkarların kəndlər üzərində polis məhkəmə hüququ alması 1846-47-dədir. Kəndliyə 5 desiyatin yararlı torpaq payı verilməsi nəzərdə tutulması haqqında qanun, bu da 1847-70-dir. Ölkədə qaçaq hərəkatı geniş yayılmışdı 20-ci əsrin əvvəli, ona görə 26-da düzgün cavab olur, Y variantı. İkinci Dövlət Dumasına seçilmiş, adı buraxılmış Azərbaycanlı deputat. Burada Xəlil bəy Xəsməmədovdur. Bir də X hərfləri önəmlidir burada. Xəlil bəy Xəsməmədov, Fətəxan Xoyski. X-lara baxırıq, ən əsas bunlar da elə, ona görə düzgün cavab Y variantıdır. Deməli, ikinci Dövlət Dumasına seçilmiş yenə Xoyski, Xəsməmədov, Şahtaxtinski. Burada olmalıdır. Deməli, yenə Mahmudov A variantı. İkinci Dövlət Dumasına seçilmişdir. Deməli, 29-da da cavab A variantı olur. Zeynal Zeynalov. Şahtaxtinski, Xəsməmədov, Mahmudov, Zeynal Zeynalov. Xoyski, Xəsməmədov, Mahmudov, Zeynalov, Şahtaxtinskini burada götürürük. Yenə Xoyski, Şahtaxtinski, Mahmudov, Zeynalov, Xəsməmədov. Bunlar asandır. 1906 yanvarında Peterburqda keçirilən ümumi müsəlmanlarının ikinci qurultayında nələr oldu? Rusiyanın iç konstitusiyası yanlışdır. Bakıda müəllimlər institutunun yaradılması məsələsi də yanlışdır. Müsəlman İttifaqı adlı təşkilat ikinci qurultay yox, birinci qurultaydaydı. Müsəlman İttifaqının proqram nizamnaməsi ikinci qurultaydaydı. Bakı olan mərkəzi komitə məsələsi də üçüncü qurultayda deyə yenə atıram. Cənubi Qafqaz Dairə Çar hökuməti tərəfindən verilmiş 1912 Aqrar Qanunun əsas məzmunu sahibkar kəndlərinə 5 desiyatin torpaq ayrılmağa başlaması. Bu məsələ 1847 və 70-də idi. Torpağın bir hissəsi bəylərin əlindən, tacirlərin sənayetçilərin əlinə keçmiş, bu da yanlışdır. Vahid məhkəmələri 1866. Sahibkar kəndlərin pay torpaqlarının məcburi sürətlə satın alınması 1912-13. Kəndli icmaların ləğv olunması da bu dövrə aid deyil. D variantı düzgündür. 1900-cü ildə Çar hökuməti tərəfindən verilmiş Cənubi Qafqazda dövlət kəndlərinin torpaq quruluşu haqqında qanunun mahiyyəti. Dövlət kəndlərinə icma torpaqlarına nəsil istifadə hüququnun verilməsi 34-də düzgün cavab olur A variantı. Dövlət kəndlərinin icma torpaqlarına nəsil istifadə hüququ verildi. Cənubi Qafqazda dövlət kəndlərinin torpaq quruluşu haqqında qanunla 1900-də 1912-13-cü illər aqrar qanunları nəzərdə tutulurdu. Deməli, burada sahibkar kəndlərinə aid idi və torpaq pulunu 20 il ərzində dövlət xəzinəsinə ödəməlidir. Elə bir kredit verilir. Rusiyada 49 il ərzində verirdi. Bizdə 20 il ərzində, özü də bizdə yüksək faizlə idi. Burada düzgün cavab olur 36-da Y variantı. 1912-ci il tarixli aqrar qanun nəzərdə tuturdu nəyi? Dövlət kəndli sözü səhvdir. Zaqatala dairəsinin kəndlərinə əlavə pay torpağının verilməsi yanlışdır. Bunlara şamil olmağı 1913-dədir. Dövlət kəndli məsələsi yenə yanlışdır, çünki sahibkara aid olmalıdır 1912. Sahibkar kəndlərin pay torpağı məcburi sürətlə satın alması düzgündür. Xəzinə torpaqlarının icma üzvləri arasında bölüşdürülməsində onlara ortaq mülklərdən pay ayrılması. Xəzinə torpağı da yenə dövlət torpağı deməkdir, ona görə atıram. 1912-13-cü illər aqrar qanunları Şimali Azərbaycanda sahibkar kəndlər üçün nəticəsi pay torpaqları onların xüsusi mülkiyyətinə çevrildi. A variantı düzdür. Yəni hamı məcburi sürətlə torpağı satın aldı. Birinci Dünya müharibəsinin gedişində baş vermiş Sarıqamış döyüşündə rusların qələbə səbəbi
deməli, canlı qüvvəsi və hərbi texnikası çox idi. Həmçinin Osmanlı ordusu soyuğa çox bunlar qədər yaxşı davamlı deyildilər. Ona görə ruslar qalib gəlir. Birinci Dünya müharibəsi illərində baş vermiş Sarıqamış nəticəsində Osmanlı qoşunu məğlub oldu. 1915-ci yanvarda Rus qoşunları Cənubi Azərbaycana daxil oldu. İngilis qoşunları Cənubi Azərbaycanı tərk etdikdən sonra Sarıqamış əməliyyatında Osmanlılar uduzdu. Ona görə məcbur Osmanlılar çıxır, Ruslar girir. Birinci Dünya müharibəsinin əvvəlində Osmanlı qoşunlarının Cənubi Azərbaycandan çıxarılma səbəbi Sarıqamış döyüşündə Osmanlıların məğlub olması 42-də düzgün cavab Y variantıdır. Mudros barışlığına görə Osmanlılar Azərbaycandan çıxarılmalı idi. Azərbaycanda Difai Partiyasının yaradılmasında məqsəd erməni qırğınlarına qarşı mübarizə aparmaq. A variantı 44-də düzgündür. Oxşardı Müdafiə Təşkilatından. 1917 Qafqaz müsəlmanlarının Bakı qurultayında Rəsulzadənin irəli sürdüyü təklif təbii ki də ilk vaxtlar biz muxtariyyət istəyirdik, sadəcə heç müstəqillik düşünmürdük. Çünki ruslara az da olsa güvənirdik ta ki mart soyqırımına qədər. Məmməd Əmin Rəsulzadə və tərəfdarların Hümmət təşkilatından uzaqlaşmasının səbəbi bolşeviklərin təsiri altına düşməkləri. Bu təşkilat bolşeviklərin təsiri altına düşmüşdü. B variantı. 20-ci əsrin əvvəlində dünya iqtisadi böhranının Şimali Azərbaycanın neft sənayesinə təsiri nəticəsində deməli Şimali Azərbaycanın neft sənayesinə təsir edir dünya iqtisadi böhranı və bizdə neftin istehsalı azalır, ABŞ bizi ötür keçir. Onun xırda və orta sənaye müəssisələri bizdə iflasa uğrayır. D variantı düzgündür. 20-ci əsrin əvvəlində dünya iqtisadi böhranının Şimali Azərbaycan neft sənayesinə təsiri nəticəsində neft quyularının kəşfiyyat işlərinin həcmi artmışdı, əksinə azalmalı idi. İstehsalda xırda və orta sənaye müəssisələrinin xüsusi çəkisi artmayıb, əksinə azalıb. Deməli, Bakıda ilk ağ neft zavodu 1859 idi. İnhisarların istehsalda payı artmışdı, bu düzgündür. 1912-13-cü ildə Şimali Azərbaycanda həyata keçirilən aqrar qanunlarının məzmununa aiddir. Sahibkar kəndlərinə icma torpaqlarının nəsli istifadə hüququ verilməsi. Bu yanlış cavabdır. Burada dövlət kəndlərinin icma torpaqlarının nəsli istifadə hüququ keçmişik 1900-cü ildə. Dövlət kəndləri məsələsi yoxdur. Sahibkar kəndlisi olmalıdır. Bağ yerləri əvəzinə pul ödəmirdi. Bu düzdür. Müvəqqəti mükəlləfiyyətdən azad olunurlar, əksinə saxlanmır. Zaqatı adlı dövlət kəndlərinin ödədiyi mükəlləfiyyət. Bu dövlət kəndlərinə aid deyil də, ümumiyyətlə onu bir Y variantına atıram. 1912 Şimali Azərbaycanda həyata keçirilən aqrar qanunların məzmununa aiddir. Deyir ki, əkinçi üçün yararsız torpaqların kəndlərin mülkiyyətinə pulsuz keçməsi. A variantı düzdür. Bunu qəsdən edirlər. Səbəbi də o idi ki, torpaq yararsızdır. Düzdür, kəndli burada heç nə əkib becərə bilməz. Amma kəndli bu torpaq onun üzərindədir deyə bunun üçün də xüsusi vergi verməli idi və vergilərin sayı artsın deyə cəmada belə yararsız torpaqlar paylayırdılar qəsdən. 19-cu əsrin sonu 20-ci əsrin əvvəlində Şimali Azərbaycanın çar ordusunda hərbi xidmətə çağırılırdı kimlər? Deməli, ali müsəlman zikinə mənsub olanlar D variantı düzgündür. Yəni, zabit təbəqəsi, zadəgər təbəqəsi biraz. 19-cu əsrin sonu 20-ci əsrin əvvəlində Şimali Azərbaycanın çar ordusunda hərbi xidmətə çağırılmır kimlər? Deməli, hərbi vergi adlanan mükəlləfiyyət daşıyan kəndlilər. Elə burada A variantı düzdür. Bunlar 1887-ci ildən etibarən bu vergini ödəyir ki, əskəriyə getməsinlər. Müvəqqəti hökumətin Bakıda yerli hakimiyyət orqanı nə idi? Bakıda yerli hakimiyyət orqanı burada olur. İctimai Təşkilatların İcariyyə Komitəsi 53-də cavab olur. C variantı. Difai Partiyasının mətbuat orqanı nə idi? Deməli, İrşad qəzeti C variantı düzgündür. Cənubi Azərbaycanda əncümənlər hakimiyyət orqanı kimi ilk dəfə 1905-11-ci illər dedik, məşrutə inqilabında mövcud olmuşdu. Cənubi Azərbaycanda əncümənlər hakimiyyət orqanı kimi ilk dəfə mövcud olmuşdu. Yenə eyni şəkildə məşrutə hərəkat dövrü 1905-11. Birinci Dünya müharibəsi vaxtı Gədəbəy Misəritmə zavodunda çalışan qeyri-müsəlman fəhlələrə möhlət verilməsinin səbəbi bu zavod müharibə üçün çalışırdı. Baxaq, deməli, bu zavodun hərbi sifarişi yerinə yetirməsi 57 düzgün cavab olur. D variantı. İcbari ibtidai təhsilə keçirilməsi təklifləri irəli sürülmüşdü. Harada? Hümmət təşkilatının proqramında. Burada belə bir şey yox idi. Onu atıram. Azərbaycan müəllimlərin qurultayında təhsillə bağlı hər şey buradaydı. Difayda əlaqəsi yoxdur. Erməni qırğınlardır. 1872 əsasnaməsi bundan aidiyyəti yox idi. Açıq söz qəzeti isə ümumiyyətlə müsavatın qəzeti idi. Təhsillə bağlı deyildi. Yeni tipli məktəblərin təhsil ocaqlarının açılması istiqamətində işlərin aparılması qərarı alındı. Deməli, yeni tipli məktəbə 1917 Rusiya müsəlmanlarının Moskva qurultayı. Burada ərazi muxtariyyətindən adətən söhbət gedir.
Ona görə bunu atıram. 1905 Ümumilli Müsəlmanlarının qurultayında burada da başqadır. Müsəlman İttifaqı falan yaranır. Müsəlman Gənclik Təşkilatı ümumiyyətlə siyasi təşkilat idi. Bununla əlaqəsi yoxdur. 1906-cı il Ümumilli Müsəlmanların 3-cü qurultayı düzgündür. Hümmət təşkilatı da yenə deyirəm fəhlələrlə bağlı idi. Bundan aidiyyatı yox idi. 20-ci əsrin əvvəlində Şimali Azərbaycanda pambıq təmizləmə və balıq sənayesinə aid ümumi cəhət. Pambıq təmizləmə İlk dəfə pambıq təmizləmə zavodu bizdə Naxçıvanda idi 1882-ci ildə. Balıq sənayesi də adətən bizim öz yerli kapitalımıza məxsus idi. Ona görə də milli kapitalın üstün olması, yəni 70% balıq sənayesində öz kapitalımız idi. Ona görə də D variantı düzgündür. 20-ci əsrin əvvəlində Şimali Azərbaycanda mis və neft sənayesinə ümumi cəhət. Burada da xarici kapital əsasında inkişaf etmələri olar. D variantı. Məsələn, misdə almanlar inkişaf edib, neftdə də İsveçdir, Rusun özü OHC. Demək, fransızdır, ingilisdir bunlar. Uyğunluq gözlənilmişdir. Ermənilərin türk müsəlman əhaliyə qarşı qırğın qarşısını almaq üçün yaradılıb hümmət yox, difai və yaxud da müdafiə. 1917-də müvəqqəti hökumətin başçıda yerli hakimiyyət orqanı idi. Cənubi Qafqaz Seymi 1918-də yaranıb. Şimali Azərbaycanda ilk siyasi partiyanı yaratmışdı Məmməd Əmin Rəsulzadə. Deməli, Müsəlman Gənclik Təşkilatı. Bakı Fəhlə Deputatlar Soveti 1-ci Rus inqilabı ərəfəsində deyil, yaradılmışdı. Bu da yanlışdır. Deməli, Şimali Azərbaycanda ilk siyasi təşkilatı yaradıb Məmməd Əmin Rəsulzadə Müsəlman Gənclik Təşkilatı Y variantı. Uyğunluq gözləlir. 1904 Müsəlman Gənclik Təşkilatının yaranması, bu yanlışdır. 1903-də yaranmış. Şimali Azərbaycanda 2000-li partiya Ələkbər bəy Rəfibəyov Qeyrət Partiyası 1905-ci ildə. Verilənlərin hər ikisi həyata keçirib. Şimali Azərbaycanda sahibkar kəndlərin mükəlləfiyyət daşımaqdan azad olundu 1912-13. Sahibkar kəndləri onların xüsusi mülkiyyəti elan edilmiş pay torpaqlarını məcbur almalıdır. Cavab oldu B variantı. Verilənlərin hər ikisi həyata keçirmişdi. Kəndlərin əvəzindən dövlət torpağının pulunu mülkədarlara birdəfəlik ödəyirdi. Yəni bu 1913 məcburi satın almaya, əkinçi üçün yararlı torpaqlar kəndli mülkiyyətinə pulsuz keçirdi. Dövlət kəndlərinə aid ola bilməz. Cənubi Qafqaz quberniyyalarında torpaqların məcburi satın alması haqqında qanuna əsasən düzdür. Bu deyil. Reskript 1846-dır, bu 1847-dir, amma bu 1912-13-dür. B variantı düzgündür. Müsavat Partiyası və Hümmət Təşkilatının oxşar cəhəti. Deməli, Müsavat 1911, Hümmət 1904-cü ildə yaranıb. Proqramlarında müstəqil Azərbaycan Respublikasının yaranması yox. Müstəqillik məsələsi ümumiyyətlə yox idi. Həmişə muxtariyyət istəyiblər. Mərkəzi komitələrinin Gəncədə yerləşməsi, Bakıda yerləşirdi. 20-ci əsrin 10-cu illərində yaranmalar. 1911-1904 dedim, ona görə yanlışdır. Fəaliyyətdə Məmməd Əmin Rəsulzadə yaxından iştirak edir. Müsavatı yaradan Məmməd Əli Rəsulzadə olsa da, 1913-dən rəhbəri Məmməd Əmin Rəsulzadə olur. Hümməti də elə yaradan Məmməd Əmin Rəsulzadə idi və Mövsümov idi. Ona görə düzgün cavab D variantıdır. Müsəlman Gənclik və Hümmət təşkilatlarının ümumi cəhəti yenə Məmməd Əmin Rəsulzadənin iştirakı ilə yaradılmaları. Rusiyada 2-ci, 3-cü Dövlət Dumasına aid cəhət Xəlil bəy Xaçməmmədovun deputat seçilməyi. 1-ci Rus inqilabı dövründə Şimali Azərbaycan, yəni 1905-7-ci ildə Müsəlman Gənclik Təşkilatı 1903, Müəllimlərin Qurultayı 1906, 4-cü Dövlət Dumasına seçkinin keçirilməsi 1912, Qafqaz müsəlmanlarının Bakı Qurultayı 1917, Hümmətdə 1904 idi. 1-ci Rus inqilabı dövründə Şimali Azərbaycanda fəhlələrlə neft sənayesi arasında mazut konstitusiyası 1904 dekabrın 30-u. 1-ci Rus inqilabı isə 1905-7-də, ona görə A-nı atıram. Difai 1906-da B-ni götürürəm. Sahibkar kəndlərin mükəlləfiyyət daşımaqdan azad olundu 1912-13. İlk dəfə Qafqaz danışığı 1844, Müsavat 1911. Əncümən nədir? Şura, qanunverici orqan, yəni Y variantı düzgündür. Cənubi Azərbaycanda yaradılmış qanunverici orqan. 1-ci Dünya müharibəsi dövrünə aiddir. 1914-18-ci illər. Naxçıvan general qubernatorluğu 1919-da. Difai partiyasının yaradılması. Deməli, Difai partiyasının yaradılması olur 1906-cı ildə. Azərbaycan 4-cü Dumaya seçkiləri 1912. Xüsusi Cənubi Qafqaz Komitəsinin təsis olunması 1917-ci il. Azərbaycan Kommunist Partiyasının yaradılması isə 1920-ci ilin fevralında. Cavab D variantı. Xüsusi Cənubi Qafqaz Komitəsi devrildi. 1917-ci ildə, deməli, oktyabr çevrilişindən sonra. Ona görə C variantı 73-də düzdür. Bunun əvəzində komissarlıq yaranır. Xüsusi Cənubi Qafqaz Komitəsi yaradılmışdır. Deməli, Xüsusi Cənubi Qafqaz Komitəsi 2-ci Rus inqilabının qələbəsindən sonra 1917-ci il fevral inqilabı nəticəsində dedik ki, monarxiya devrildi, Xüsusi Cənubi Qafqaz Komitəsi yaradıldı, müvəqqəti hökumət yaradıldı. Vurbanov bəyannaməsini imzaladığına görə həbs olmuşdu. Və 1-ci Dumaya deputat seçilmişdi. Verilənlərin hər ikisi kimə aiddir? Təbii ki də aiddir Ziyad xanovla Topçubaşova. Cavab oldu D variantı.
Əlağa Şıxlinski, Səməd bəy Mehmandarov. Toplarla müdafiə deyirsə, topçu olan Əlağa Şıxlinskidir. Biri A-nı götürürəm. Birinci Dünya müharibəsində Georgi silahı Səməd bəy Mehmandarov özdə brilyantlarla bəzədilib. Çarın yeganə müsəlman yavəri Naxçıvanski idi. Ordu qərargahında döyüş xəritələri İbrahim Ağabəkilov idi. İlk Azərbaycanın hərbi təyyarəsi Fərxan Qaybov. Cavab olur 1 A, 2 B. E variantı düzgündür. Şimali və Cənubi Azərbaycan Birinci Dünya müharibəsi illəri tarixinə aid ümumi cəhət. İngilis qoşunlarının ölkə ərazisinə daxil olması, yəni bu düzdür. İngilis qoşunları ikisinə, həm şimaliyə, həm də cənubiyə daxil olmuşduğunu görə düzdür. Şimali Azərbaycan və Cənubi Azərbaycan Birinci Dünya müharibəsi illərinə aid ümumi cəhət. Ölkə muxtariyyət verilməsi uğrunda mübarizə aparırdıq, amma biz sonradan müstəqillik istəmişik. 1900-1903-cü illər dünya iqtisadi böhranı Azərbaycanın iqtisadiyyatına təsirsiz ötüşmədi. Ölkəmizin bir sıra sənaye sahələri böhrana məruz qaldı. Neft sənayesində xırda və orta müəssisələr iflasa uğrayır və ya böyük müəssisələr tərəfindən udulurdu. İnhisarın neft çıxarılmasında payı artırdı. Xarici kapitalistlər yeni neft yataqlarına sahib oldular. Mətndə bəhs olunan dövrə aid doğru fikri seçək. Neft sənayesində təmərküzləşmənin güclənməsi. Bu düzgündür. A variant. Dünyada ilk iqtisadi böhran baş verdi. Neft sənayesində inhisarlaşma yaranmağa başladı. Yəni başlamaq məsələsi yanlışdır. 1893-97-də var idi. Mexaniki alətlərin tətbiq olunduğu ilk istehsal sahəsi, bu da yanlışdır. Bundan əvvəl var idi. Onsuz ilk xarici kapitalda 1879-da da var idi, 1865-də də var idi. 65-də isə idi, amma neftdə 1879, ona görə yanlışdır. Daha əvvəl olub Difai 1906, Müsavat 1911, Hümmət 1904, Azərbaycanda 2-ci Dövlət Dumasında seçkilərin keçirilməsi 1906, Gəncə Müdafiə Təşkilatının yaradılması 1907, cavab olur C variantı. Daha əvvəl olmuşdur. Hümmət 1904, Müsəlman Gənclik 1903, Şimali Azərbaycan İlk Milli Partiya 1906, yəni bu Qeyrət Partiyasını deyir. Azərbaycan 4-cü Dövlət Dumasında seçkiləri 1912, Difai Partiyasının yaradılması 1906, cavab olur 1903, yəni B variantı. Azərbaycanda və Almaniyada eyni ildə baş vermiş hadisə. PR-ın ləğv olunması 1870. Otto von Bismarck ölkəni birləşdirməyə başladı. Otto von Bismarckın ölkəni birləşdirməsi 1871-də, ona görə atıram. Bakı Fəhlə Deputatlar Sovetinin ilk dəfə yaradılması Şerifin planı 1905-də, ona görə B variantı. Bakıda Azərbaycanların soyqırıma məruz qalması 1918, Şimali Alman İttifaqının yaranması 1866, Ümumiyyət Təşkilatı 1904, Şerifin planının hazırlanması 1905, Difai 1906, Sadova 1866. Xüsusi Cənubi Qafqaz Komitəsi Cənubi Qafqaz Komissarlığının ümumi cəhəti eyni ildə süqut etmələri yox, eyni ildə yaranmaqları ola bilər. Cənubi Qafqaz Komitəsi oktyabrda süqut edir, Cənubi Qafqaz Komissarlığı isə fevralda elə bir Seymi yarananda Osmanlı Dövlətdə sülh müqaviləsi imzalananları komitə və komissarlıq. Deməli, komissarlıq Osmanlı ilə Ərzincan barışıq sazişini imzalamışdı. Bir də Seymi müqavilə imzalamışdı. Amma Cənubi Qafqaz Komitəsi heç bir müqavilə imzalamayıb. Ona görə B-ni də atıram, A-nı atdım. Rusiyada yaranmış Sovet hakimiyyətini tanımır. İkisi ona görə də istefa verirlər. Birinci Dünya müharibəsi ərəfəsində yaranmaqları, Birinci Dünya müharibəsi dövründə yaranıb. Azərbaycan Xalq Cümhuriyyəti müstəqilliğini tanımırlar. Heç Azərbaycan Xalq Cümhuriyyətini görməyiblər. Xüsusi Cənubi Qafqaz Komitəsinin Cənubi Qafqaz Komissarlığının ümumi cəhəti Birinci Dünya müharibəsi illərində yaranmaları. A variant düzgündür. 1914-18. Rusiyada fevral inqilabı qələbə çaldı, Çar idarəçiliyi devrildi. Şimali Azərbaycanda Milli Azadlıq hərəkatının yeni mərhələsi başlandı, düzdür. Yəni biz Rusiyada baş vermiş hadisələri özümüzə ruh yüksəkliyi bilib, biz də Milli Azadlıq hərəkatına qalxırdıq. Birinci Dünya müharibəsi illərində Cənubi Azərbaycanda ermənilər Urmi bəlasını törətdi 1918 martın 21-də. Birinci Dövlət Dumasında Müsəlman fraksiyasına başçılıq edib, Rusiya Müsəlman İttifaqının proqramını hazırlayıb ki, təbii ki də Əlimərdan bəy Topçubaşov 87-də düzgün cavab olur. B variantı. 20-ci əsrin başlanğıcında Şimali Azərbaycanın neft sənayesi üçün xarakterik idi. İstehsalın təmərküzləşmə səviyyəsinin yüksəlməsi, 88-də variantı düzdür. Təmərküzləşmə cəmləşmə demək. Yəni xırda sənaye fabriklərin falan birləşməsində təmərküzləşmə deyilir. Daha böyük bir məsələn, sənaye zavod yaratması. 20-ci əsrin başlanğıcında Şimali Azərbaycanın neft sənayesi üçün xarakterik idi. Neftin daşınmasında ilk dəfə tankerdən istifadə yanlışdır. 1879-da da istifadə olunub. Neftin çıxarılması və emalında inhisarların payının artması. B variantı düzdür. Bakı Ağ Neft Zavod İttifaqı 1893. Balxanı neft mədənlərində kəndlərin əməyi 1864-də. Ləğv olunur. Mədənlər zavodlar arasında ilk neft kəməri 1880. Uyğunluğu müəyyənləşdirib. Birinci Dünya, Şimali Azərbaycan, Cənubi Azərbaycan Göyçə yaxınlığında döyüşdə Bakı Xalq Komissarları Sovetinin
qoşunları məğlub oldu 1918-ci ilin deməli iyunun 27-dən iyulun 1-nə qədər. Ona görə A variantını götürə bilərəm Şimali Azərbaycanda, çünki Birinci Dünya müharibəsi 1918-ci il noyabrın 11-də baş çatıb. AXC Osmanlı dövləti müqavilə imzalayır 1918-ci ilin 4-də. Qarabağ General Qubernatorluğu amma 1919-un yanvarıdır. Cənubi Azərbaycan, Azərbaycanlara qarşı soyqırım 1918 martın 21-i. Təbrizdə ilk hərbi-cüvənlər 1906-cı ildə Muxtariyyət uğrunda mübarizənin aparılması. Muxtariyyət uğrunda mübarizənin aparılması məsələsi onsuz da həmişə var idi. Ona görə cavab olur 1AB, 2AC. C variantı düzgündür. Elirvin diaqramına əsasən uyğun bəndləri müəyyənləşdir. Difai müdafiə və müsəlman gənclik. 20-ci əsrin ilk 10 ilində yaranıb. Müsəlman gənclik 1803, difai 1906, müdafiə 1907. Ona görə bunu 4-ə götürürəm A variantını. Fəaliyyətdə Məmməd Əmin Rəsulzadə yaxından iştirak edir. Müsəlman gəncliyin. Ona görə B variantını 3-ə götürürəm. İrşad adlı qəzeti Difai partiyası təşkil edib. Cənubi Azərbaycan məşrutə hərəkatına yardım göstərib. Yenə məşrutə hərəkatına təbii ki də difai yardım göstərir. Təşkilatın fəaliyyəti Yelizavetpolun qərb hissəsini və Borçalını əhatə edir. Yəni Gəncədə bir sözlə müdafiə təşkilatı cavab olur 1D-C. Deməli 2Y, 3B, 4-də A. Yəni B variantı düzgündür. Müsəlman gənclik, hümmət və müsavat. Fəaliyyətdə Məmməd Əmin Rəsulzadə yaxından iştirak edib. Müsəlman gəncliyin fəaliyyətində deyir də. Müsəlman gəncliyində, hümmətində, müsavatında. Ona görə 4-də A-nı götürərəm. Deməli, Şimali Azərbaycanda ilk siyasi təşkilat müsəlman gəncliyi. Milli təşkilat desəydi, qeyrəti götürərdim. Mətbuat orqanı açıq sözü idi müsavatın. Azərbaycanın fəhlilər içərisində siyasi iş aparmağa qarşısına məqsəd qoymuşdu hümmət. Amma sonradan bolşeviklərin təsiri altına düşür. 20-ci əsrin 2-ci 10 ilində yaranıb müsavat 1911-ci ildə. Cavab olur 1B, 2D, 3CY, 4A. Yəni B variantı düzgündür. Talbota qarşı üsyan və məşrutə, xaricilərə verilən imtiyazlara qarşı baş vermiş. Talbot 1891-ci ildə həqiqətən də bütün insanın Talbota verilməsinə qarşı idi. Məşrutə hərəkatı da xaricilərin ölkədən qovulmasını tələb edirdi. Yəni xaricilər burada görmək istəmirdilər. Deməli, burada onu oxşar götürə bilərəm. Yəni A variantını oxşar götürdük. Deməli, əsas mərkəzlərindən birinin Təbriz şəhəri olması, burada ikisində də Təbriz şəhəri əsas idi. Xarici qüvvələrin köməyi ilə yatırılması, məşrutə hərəkat xarici qüvvələrin köməyi ilə yatırılıb. 19-cu əsr 90-cı illərdə 1891-ci ildə Talbot, qələbə ilə nəticələnməsi də Talbota aiddir. Sonra o müqaviləni ləğv edirlər. Ona görə cavab olur 1D-Y, 2 deməli C, 3A-B, C variantı 93-də düzgün cavab hesab olunur. Elirvin diaqramına əsasən uyğunluğu müəyyənləşdirək. Babillər hərəkatı məşrutə hərəkatı Qacarların hakimiyyət dövründə baş vermişdi. Qacarlar sülaləsi 1796-1925-dir. Ona görə Babillər 1748-52, məşrutədə 1905-11 olduğuna görə A variantı ikisinə də uyğun gəlir. Hərəkatın gedişində məclis çağırılması ilə bağlı qərar verilmişdi məşrutədə. Zəncan şəhərində etiraz çıxışları, Zəncanda ikisində də var idi. Ona görə götürə bilərik. Hərəkatın gedişində Təbrizdə hərbi şuranın yaradılması, hərbi şura məşrutədədir, Səttarxan dövründə. Qadın azadlığı ilə bağlı tələblər Babillərdədir. Y variantında Babillərə götürə bilərik. Cavab oldu 1Y, 2BD, 3-də AC. Y variantı düzdür. Elirvin diaqramına əsasən Şimali Azərbaycan tarixinə uyğun bəndləri müəyyənləşdirir. 19-cu əsrin 2-ci yarısı neft sənayesi, 20-ci əsrin əvvəli neft sənayesi. Dünya neft sənayesində birinciliyin itirilməsi 20-ci əsrin əvvəli. İnsarlaşma prosesinin başlanması 19-cu əsrin 2-ci yarısı. Məsəl üçün 1893-97-də Bakı Neft Zavod sahibləri ittifaqı Rusiyanın duruyanacağı olan tələbatın ikisində də ödəyirdik. İqtisadi böhran nəticəsində təmərküzləşmə sürətləndi və deməli təmərküzləşmənin daha çox sürətlənmək məsələsi 20-ci əsrin əvvəldə, ona görə AD-ni götürə bilərəm. Deməli, xarici kapital da ağalıq edib həmişə, ona görə yeni də bura götürürəm. Cavab olur 1B, 2AD, 3C, D variantı 95-də düzgün cavab hesab olunur. Fərrux Ağayevov, Fərrux bəy Vəzirov. İlk Azərbaycanın hərbi təyyarəçisi Fərrux Ağayevov, A-nı götürürəm. Tatar süvari alayının təşkil olmasında mühüm rol oynayıb Fərrux bəy Vəzirov, B-ni də buna götürürəm. 1A, 2B.
Deməli, qərb cəbhəsinə vuruşan aviasiya hissəsində xidmət eləyib. Aviasiya deyirsə, aklımıza birbaşa Fərrux Ağayevov gəlsin. Deməli, cavab oldu hələ ki 1A C, 2B. Polşada Alman qoşunlarına sarsıcı zərbə endirmək. Petrogradın toplarla müdafiəsi bu da Şıxlinskiyə aiddir. Cavab olur D variantı 96-da. Birinci Dünya müharibəsində iştirak etmiş Azərbaycanın generalı Rusiya imperatorunun yavəri idi. Deməli, Hüseynxan Naxçıvanskidən söhbət gedir. Deməli, bu Fərrux Ağayevovdur, 5-ləri atıram, 5 getdi. Hərbi topoqraf İbrahim Ağabəkilovdur, 3 atıram. Deməli, Petrogradın toplarla müdafiəsi ona tapşırılmışdır, Şıxlinskidir, 1 də atıram, cavab qalır. Onun başçılıq etdiyi korpus Visla sahillərində Alman qoşunlarını məğlub edib və süvari korpusuna rəhbərlik edib. Söhbət gedir Hüseynxan Naxçıvanskidən. 97-də düzgün cavab olur, D variantı. Azərbaycanın məşrutə hərəkəti ilə Çində taypinlərin ümumi cəhəti. Məşrutə 1905-11, taypinlər 1850-64. Qalibiyyətlə baş çatmaq. Üsyanların ikisi də məğlubiyyətə uğrayır. A-nı atıram. Xarici qüvvələrin köməyi ilə yatırılması. Bu, hər ikisi üçün düzgün cavab hesab oluna bilər. Xaricilər kömək eləmişdi. İngilislər falan Çində kömək eləmişdi. Məşrutədə də eyni şəkildə Ruslar, İngilislər müdaxilə edib. Evelina gəmisi təqsirə olundu 1918 mart. Mart soyqırımı törədildi martın 31-də. Cənubi Qafqaz Komitəsinin süqutu noyabrdadır. Bakı Sovet hakimiyyətinin qurulması, bu da noyabrdadır, 1917-dədir. Yəni, Bakı Xalq Komissarları Sovetinin süqutu, hələ ki buna dayanırıq, iyulun 31-i 1918. Cənubi Qafqaz Seymi fevraldadır deyə atıram, çünki bundan qabaqdır. Azərbaycanlıların Rusiya dövləti daxilində muxtariyyətə inamının sarsılması, bu da 1918-ci il mart soyqırımı nəticəsindədir. Elə bu daha yaxın dövrdür. Baxın, mart soyqırımı martın 31-i olur, tutaq ki. Bu soyqırımın nəticəsində də muxtariyyətə inam sarsılır. Düzdür, bu da bu hadisədən sonradır, amma bu çox sonradır da, iyulun 31-dir. Ən yaxın dövr olan seçməliyik Y variantı. Şimali Azərbaycanda 1847 və 1913 fevral qanunlarına ümumi cəhət. Kəndlərin feodalçılığından azad olunmurdu 47-də, 1913-də olurdu. Qanunların dövlət kəndlərinə aid olması yox, sahibçilərə aiddir. Qanunların sahibçilər kəndlərinə aid olması isə düzgün cavab hesab olunur. 1847, 1870, 1913 hamısı sahibçilər kəndlisinə aiddir. Qəzalara aid uyğunluğu müəyyənləşdirək deməli. 19-cu əsrin ikinci yarısında ərazisində ilk mərkəzləşmiş telefon stansiyasının salınması Bakıya aiddir 2. Buna yazıram 2. 19-cu əsrin sonunda ərazisində Rusiya imperiyasına aid mis saflaşdıran ilk müəssisənin açılması. Mis saflaşdıran ilk müəssisənin açılması Gədəbəydir. Burada isə Gədəbəy ilə bağlı heç nə görmürük. 20-ci əsrin əvvəldə ip istehsalının mərkəzi olub Şəki 1-ə götürə bilərəm. Ərazisində Şimali Azərbaycanda 19-cu əsrin sonrasında əhalinin sayına görə ikinci böyük şəhərin yerləşməyi. İkinci böyük şəhər Gəncə görə bilmirik, Gəncəni. Ərazisində Qafqaz Lion adlanan şəhərin yerləşməsi də Şəkidə cavab olur 1C-Y, 2A. Yəni D variantı düzgün cavab hesab olunur. Elirvin diaqramına əsasən uyğunluq 1900-cü il aqrar qanunu, 1903 əsasnaməsi. Dövlət kəndlərinə aid idi ikisi də. A-nı götürə bilərəm. Kəndlərə icma torpağının nəsli istifadə hüququ verildi 1900-cü ildə. Vergilərin artmasına gətirib çıxartdı. Deməli, vergilərin artmasına gətirib çıxartdı məsələsinə baxırıq. Bunu götürərəm 1903-ə. Çünki cəmada artıq torpaqlar verirlər ki, daha çox vergi ödəmək məcburiyyətinə qalsınlar. Kəndlərə çəmən otlaq meşələrdən pay ayrılmasını nəzərdə tuturdu. Deməli, burada da bunu da götürək 1903-cü ildə. Yəni, əlavə olaraq qanun verilir, ona görə bunu götürürük. Nəsil istifadəyə verilən torpaqların dəqiq sahələri müəyyən olunmalıdır. Bunda nəsil istifadə məsələsi onsuz da buna aid idi 1900-cü ildə. Ona görə yeni götürürüm. Cavab olur 1B-Y, 2C-D, 3-də A. Y variantı düzgündür. Elirvin diaqramına əsasən uyğunluq. Rusiya müsəlmanlarının 3-cü qurultayı Rusiyanın birinci dövlət duası Nijni Novgorodda keçirilməyi. Birinci də, üçüncü də, ikisi də Nijni Novgorodda keçirilib. 1906-da fəaliyyətə başlamaqları ikisinə də aiddir. Seçki əsasında formalaşması. Deməli, seçki əsasında formalaşmaq məsələsi aiddir birinci dövlət dumasına təbii ki. Dumada seçkilər keçirilir çünki fəaliyyətində Topçubaşov iştirak etmişdir. Hər ikisində Topçubaşov fəaliyyətində iştirak edib, ona görə D-ni də götürürəm buna. Deməli, Mərkəzi Komitə adlanan qurumun yaranması, bu da axıra aiddir. Cavab olur 1A-Y, 2C, 3B-D. Yəni, B variantı düzgündür.
Elirvin diaqramına sizin uyğunluq, müsavat, difai. Əsas məqsədi xalqı erməni terrorundan müdafiə etməkdir. Difai ilə müdafiənin. Anı götürürəm difaiyə. 20-ci əsrin 1-ci rübündə yaradılıb ikisi də. Müsavat 1911, difai 1906. 1-ci rübdə 1901-dən 1925-ə qədərki dövrə əhatə edir. Mətbuat orqanının açıq sözü idi. Müsavatın 1915-də partiyanın xüsusi döyüşçü dəstəsi difaidə idi. Məhəmməd Əmin Rəsuli tərəfindən yaradılmaq. Müsavat tərəfindən yaradılmayıb, sonradan başçısı seçilib 2 il sonra 1913-də. Difaidəki Əhməd Bəğəyev tərəfindən idi. Cavabı 1C, 2D, A, 3də B. B variantı düzgündür 104-də. Elirvin diaqramına sizin uyğunluğu müəyyənləşdirək. Cənubi Azərbaycan 20-ci əsrin 1-ci əsr, Şimali Azərbaycan 20-ci əsrin 1-ci əsr. Mütləqiyyətə qarşı mübarizənin aparılması. Deməli, mütləqiyyətə qarşı mübarizənin aparılması hər ikisinə aid ola bilər. Həmişə də mübarizə aparılır da kral hakimiyyətinə qarşı, yəni imperatora qarşı. Məşrutə hərəkatı Cənubi Azərbaycanda idi 1905-11-ci illər. Xalqın Qacarlara qarşı mübarizə aparmağı təbii ki də Cənubi Azərbaycanda Qacarlar. Çar Rusiyasının müstəmləkəsi idi Şimali Azərbaycan. Milli hökumətin yaradılması. Cənubi Azərbaycanda milli hökumət məsələsi var idi, Şimalda da var idi. Şimalda Azərbaycan Xalq Cümhuriyyəti yaranır. Cənuda da 1920-ci iyunun 20-cində Xiyabaninin başçılığı ilə milli hökumət cavabı A variantı. Elirvin diaqramına sizin uyğunluq. Cənubi Azərbaycan 20-ci əsrin 1-ci əsr, Şimali Azərbaycanda eyni şəkildə nəşr, maarif, nicat, xeyri cəmiyyətləri yaranması Şimali Azərbaycana aiddir. Milli hərəkətə qarşı mübarizədə mövcud rejimin ermənilərdən istifadə etməsi. Urmi bəlasından xatırlaya bilərik Cənubi Azərbaycan, Şimali Azərbaycanda da mart soyqırımında ermənilərdən istifadə olunub, ona görə B-ni ikisini də götürürəm. Dövlətin konstitusiya monarxiya elan edilməsindən sonra şəhərlərdə nümayəndə seçkili orqan Cənubi Azərbaycana aiddir. Əncümən Şura, yəni baş verən etiraz hərəkatında siyasi tələblərin yer alması. Cənubi Azərbaycanda siyasi tələblər var idi. Məsələn, Xiyabaninin başçılığı ilə siyasi tələblər var idi ki, ölkəyə muxtariyyət falan verilsin. Yəni, Şimali Azərbaycanda da eyni şəkildə var idi. Ona görə D-nin ikisinə də uyğun götürüb. Hökumətin təqdim edilmək üçün ərz hallar Şimali Azərbaycana aiddir. Cavab 1C, 2AY, 3BD. Yəni, A variantı 106-da düzgün cavab hesab olunur. Çar hökuməti 1905-də Şimali Azərbaycanda gördüyü tədbir Bakı general qubernator vəzifəsinin yaradılması. Biri götürürəm, düzdür. Qırğın törətmə məqsədi. Ermənilərin əlində əhaliyə divan tutuldu, düzdür. Yezavit Bulqubenias və Zaqatalıda hərbi vəziyyət belə bir şey yox idi. Komendant rüsulu da çoxdan var idi, yəni komendant idarə rüsulu artıq çoxdan ləğv olmuşdu 1840-da. İkinci Rus inqilabının qələbəsindən sonra Şimali Azərbaycanda baş vermişdir. İkinci Rus inqilabı 1917-ci ilin fevraldır. Bakı Fəhlə Deputatlar Soveti yenidən öz fəaliyyətini bərpa etdi. Deməli, bu düzgündür. Bakı Fəhlə Deputatlar Soveti yenidən öz fəaliyyətini bərpa etmək məsələsi. Gəncə şəhərində İş Milli Partiya qeyrəti deyil 1905-ci ildə. Bakıda Qafqaz müsəlmanlarının qurultayının keçirilməsi 1917-də, neft sənayesləri fəhlələr arasında iç kollektiv müqavilə 1904 martın 30-u. İsmail xan Ziyadxanov kim idi? İkinci Dövlət Dumasının deputat seçilən. İkinci Dövlət Dumasının deputat seçilənlərdən, bu birinci Dövlət Dumasındadır ümumiyyətlə, biri ona görə atıram. İkinci Dövlət Dumasının deputat seçilən Xoyski, Xasmamedov, Zeynalov, Mahmudov falan idi. Birinci Dövlət Dumasında deputat seçilmişdi. 109-da 2-ni götürürəm. Birinci Dünya müharibəsində Müqəddəs Georgi ordeni, Fərux Ağayevov və Səməd bəy Mehmandarov idi. Azərbaycan Xalq Cümhuriyyətinin hərbi nazirlərindən biri idi. Hərbi nazirlər kimlər idi? Xosrow Paşa bəy Sultanov, Fətəli xan Xoyski, Səməd bəy Mehmandarov. Vıborq bəyannaməsini imzalamışdı. İsmail xan Ziyadxanovla Topçubaşov. Ona görə cavab 2 ilə 5. 20-ci əsrin ilk 10 ilində Şimali Azərbaycanın neft sənayesinin səciyyəvi. Neft mədənlərində kəndlərin məcbur əməyə ləğv olunur 1864. Neft sənayesində xarici və rus kapitalistlərin ağalıq eləməsi var idi onsuz da. Zərbə üsulu ilə neft quyularının qazılmaya başlaması. Bu zərbə üsulu məsələsi daha öncədən var idi. Ona görə 3-ü də atıram. Nobel qardaşlarının yaradılması 1879. İstehsalın təmərküzləşməsinin güclənməsi. Bu da düzgündür. 20-ci əsrin əvvəlində cavab olur 110-da 2 ilə 5. 20-ci əsrin əvvəlində Şimali Azərbaycanın sosial-iqtisadi vəziyyəti. Zaqatalada feodal münasibətlərin ləğvi. Bunu götürə bilərəm 1913-də. Təbrizdə seçki orqanı Şimali Azərbaycan deyir, Təbriz cənubdur. Sahibkar kəndlərin mükəlləfiyyət daşımaqdan azad olması 1912-13 götürürəm. Kənd əhalisinin əsasını torpaqsız yardar, Cənubi Azərbaycana aid yardar sözü varsa, hərbi vergi 1887-də idi deyə atıram. Bizdən 20-ci əsrin əvvəlini soruşur. 1912 aqrar qanununa görə dövlət kəndçisi sözünü görəmsə çıxıram. 1900-cü ilə aiddir bu. Kəndlərin pay torpağını satın almaq məcburi idi. Sahibkar kəndlər düzdür.
Dövlət torpağı satın almaq üçün kəndli puluna yardım göstərir, 20 il ərzində ödəməli idik. Zaqatala dairəsində feodal asılı münasibətləri ləğv edildi. Zaqatalada feodal asılı münasibətlərinin ləğv olunması məsələsi də 1913-də deyatıram. Sahibçi kəndlərin mükəlləfiyyətləşmə haqqında azad olundu. 2-3-5 düzgün cavabdır. 1912 aqrar qanununa görə dövlət kəndləri yox, sahibkar kəndlər. Əkinçi üçün yararsız olan torpaqlar kəndlərin mülkiyyətinə pulsuz keçirdi. Bu da düzdür. Kəndlər çəmənotluq meşə torpaqlarını satın ala bilmə hüququ verildi. Yox, meşənin torpağı necə alsın, ola bilməz. Kəndlərə pay torpağını satın almaq üçün dövlət xəzinəsindən pul ayrılır. Düzdür, 20 il ərzində ödəməli idik. Su arxları mülkiyyət alan xüsusi mülkiyyətinə qalırdı. Cavab olur 2, 4, 5 düzgün variant. 20-ci əsrin əvvəl Bakı şəhərinin səciyyəvi cəhətlərini müəyyənləşdirdi. Bir sıra siyasi, partiya və təşkilatların mərkəzi buradaydı, düzdür. Məsələn, difai. Biri götürürəm. Şimali Azərbaycanda kapitalist münasibətlər yalnız bu şəhərdə inkişaf etmişdi. Təbii ki də yalnız bu şəhər ola bilməz. Misərtibə sənayesinin X elektrik stansiyası Gədəbəydə məsələn. Neft sənayesi kapitalın mərkəzləşmə səviyyəsinə görə dünyada ön sırada. Təbii ki də neft deyilsə Bakı aklımıza gəlir. Şəhər özünün dairəsi ilk dəfə 1878 idi. 20-ci əsrin əvvəli yox. Ona görə cavab olur 1-dən 4. 20-ci əsrin əvvəl Bakı şəhərinin səciyyəvi cəhətlərini müəyyənləşdirək. Fəhlərin ümumi tətilinin baş verməsi. Deməli, fəhlərin ümumi tətilinin baş verməsi fəhlərin 1903-cü ildə idi. Ona görə biri götürürəm. Cənubi Qafqazda ipək emalı sənayesinin əsas mərkəzi sayılması. Bu 19-cu əsrdə var idi. Cənubi Qafqazda ilk dəfə birja 19-cu əsrdə idi, 80-ci illər, 1887 falan. İlk dəfə ticarəti yarmarka forması 1887. Rusiya və dünyanın neft sənayesi mərkəzinə çevrilməsi 5 düzdür. 1-lə 5, 115-ci sualda düzgün cavab hesab olunur. 116. 20-ci əsrin əvvəlində Bakı şəhərinin səciyyəvi xüsusiyyətləri, iri inhisarlar var idi, düzdür. Ticarətin yarmarka forması ilk dəfə 1887. Bakı Tiflis dəmir yolu 1883. Türk müsəlman əhalinin qırğınlara məruz qalması 1905 ola bilər. Şimali Azərbaycanda kapitalist münasibətlər yalnız bu şəhərdə ola bilməz, digər şəhərlərdə də inkişaf etmişdi 1-4. Xəlil bəy Xasməmmədov 2-ci Dövlət Dumasında deputat seçilib düzdür. Müqəddəs Georgi ola bilməz. Bu Səməd bəy Məhəmmədorovla Fərruxa Qayıbova aiddir. Azərbaycanın Çar hökumətinə təqdim etdiyi ərz halları Topçubaşov hazırlayıb. Müsavat partiyasının yaradıcılarından biri idi. Yanlışdır. Məmməd Əli Rəsulzadə idi. Cənubi Qafqaz müsəlmanları 3-cü Dövlət Dumasında deputat seçilmişdi. 2-də 3-də bu seçilib cavab olur 117-də 1-dən 5. 20-ci əsrin başlanğıcında Şimali Azərbaycan neft sənayesinin səciyyəvi inhisarların mədənlərə texniki yenilikləri tətbiq etməyə başlaması. Deməli, bizə texniki yeniliklər demək olar ki, tətbiq olunmur. Neft emalı sənayesinin yaradılması çoxdan var idi. Kapital qoyuluşu davam edir əlbəttə ki, dünya iqtisadi böhran illərində istehsal təmərküzləşməsi gücləri bu 20-ci əsrin əvvəlinə aiddir. Düzdür. 3-4. Şimali Azərbaycan iqtisadiyyatının 19-cu əsrin ikinci yarısı 20-ci əsrin əvvəllərə aid ümumi cəhət. Açıq dənizdə neft çıxarılması, bu yanlışdır. Bakının əsas şəhər olması. Bakı əsas şəhər idi hər zaman. Sənaye ölkəsi olması yanlışdır. Xarici şirkətlərin neft sənayesinə kapital qoyması. Bu təbii ki də var. İsveçdə, İngilisdə, Fransada. Nuxa şəhərinin əsas bəhsi mərkəzi olması da düzdür. 119-da cavab olur 2, 4 və 5. Cənubi Qafqaz Seyminin mövcudluğu dövrünə uyğun gəlir. AXC-nin yaradılması barədə istiqlal bəyannaməsi. Cənubi Qafqaz Seymi 1918 fevralından 1918 mayın 26-sına qədərdir. İstiqlal bəyannaməsi mayın 28-də atıram. Cənubi Qafqaz Müstəqil Federativ Respublikası 1918 aprelin 22-si. ABŞ-ın Birinci Dünya müharibəsinə qoşulması 1917-ci ilin aprelində. Seym yox idi onda. Osmanlı Birinci Dünyadan çıxdı 1918-in oktyabrın 30-da Mudros müqaviləsinə əsasən Seym yeni görmür. Bolşevik daşnaq qüvvələri Bakıda mars soyqırımı 1918 martında. Cavab olur 2-dən 520-də. Cənubi Qafqaz Seyminin mövcudluğu dövrünə uyğun gəlir. AXC-nin elanı. Yenə deyirik, Cənubi Qafqaz Seymi 1918 fevraldan mayın 26-sına qədər davam edib. AXC mayın 28-idir deyə biri atdım. Bakı Xalq Komissarları Sovetinin yaradılması. Aprelin 25-də bunu götürə bilərik. Almanya Birinci Dünya müharibəsinə qoşulması 1914-də idi. Rusiyanın Birinci Dünya müharibəsinə rəsmən çıxması 1918 martın 3-cü Brest-Litovsk müqaviləsi. Sentrukaz Institutu 1918 sentyabrın 15-i. 20-ci əsrin əvvəlində Şimali Azərbaycanın iqtisadiyyatı çox xarakterlikdir. Neft sənayesində təmərküzləşmənin güclənməsi düzdür. 20-ci əsrin əvvəl neft sənayesində iltisam ləğvi 1872-dir. Qalakent Misaflaşdırma zavodunun bağlanması. Bunu da götürə bilərik.
Deməli, neft sənayesində mexaniki zavodun yaradılmasına başlanılması da 19-cu əsrin sonlarındaydı. Ziyadxanlı Müdafiə Təşkilatının fəxri sədri Rus imperatoruna təqdim edilən ilk ərsalların hazırlanması Topçubaşov, AXC Parlamentinin ilk sədri Əlmərdan bəy Topçubaşov, 1-ci Dövlət Dumasının deputat idi. 3-ü götürərəm. AXC-nin ilk hərbi naziri Xosrov Paşa bəy Sultanov, 1-ci Dövlət Dumasının buraxılmasına etiraz edən də buydu. Cavab olur 3-dən 5, 123-də. 124-də baxaq, Əlmərdan bəy Topçubaşov nə etmişdi? Deməli, 1-ci Dövlət Dumasından seçilib, düzdür. Difayə Partiyasının əsasını qoymuşdu, yanlışdı. Əhməd Bəğəyev qoyub, Vıborq bəyannaməsini imzalayıb Ziyadxanlı ilə bir yerdə. Azərbaycan Milli Şuranın sədri olub Məmməd Əmin Rəsulzadə. AXC-nin ilk hökumət kabineti Fətəxan Xoyski, Rus imperatoruna təqdim edən ilk ərsalların hazırlaması 2-5 düzgündür. Siyasi təşkilat və partiyalarla bağlı doğru cavab. Müsəlman Gənclik 1903 Məmməd Əmin Rəsulzadə olmalı idi. Difai Əhməd Bəğəyev 1906 düzdür. Hümmət Məmməd Əmin Rəsulzadə 1904 düzdür. Müdafiə Fətəxan Xoyski yanlışdır. Məktəb nizamnamələrinin uyğunluğu müəyyənləşdirək. 1912-ci ildə 1829-1874 Qacar məktəblərinin yaradılması 1829-dadır. Deməli, baxaq. Kənd əhalisinin ibtidai kənd məktəblərinin yaradılması 1874, 5-i götürə bilərəm. Daha sonra, deməli, 1829-da ibtidai dövlət məktəbi və yaxud da qəza məktəbi, bunu da götürə bilirik. Deməli, 1912-ci ildə şəhər məktəbləri əsasında yeni məktəblər yaradır. Bu da 1 düzgündür. Cavab olur 1, 4 və 5. 2-ci Rus-Qacar və 1-ci Dünya müharibələri dövründə Azərbaycan. 2-ci Rus-Qacar müharibəsi 1826-28, 1-ci Dünya isə deməli, 1-ci Dünya müharibəsi 1914-18-ci illəri əhatə edir. Cənubi Azərbaycan Rusiya müstəmləkəsi kimi qalmışdı. 1-ci Dünya müharibəsində Cənubi Azərbaycan Rusiyanın yox, Qacarların müstəmləkəsi olaraq qalırdı. Ona görə 127-də biri atıram. Ərazisi hərbi əməliyyatlara çevrilmişdir, düzdür. Təbii ki, əhalisi Mərkəzi Asiya Qazaxstana sürgün olunub, yanlışdır. Qacar şahları tərəfindən idarə olunur 1796-dan 1925-ə qədər. Çarizm ağalığına qarşı üsyan yox, çarizm yox, Qacarlardan asılıdırlar. Şimali və Cənubi Azərbaycanın 20-ci əsrin 1-ci rübünə aid ümumi cəhəti. 20-ci əsrin 1-ci rübü 1901-25-dir. Dövlət müstəqilliyi ingilislərin köməyi ilə bərpa olunmaz. Heç vaxt Cənubi Azərbaycanın dövlət müstəqilliyi bərpa olunmayıb, atıram. Əhalinin soyqırıma məruz qalması 1918 martında. Müstəqilliyin Antanta dövlətləri tərəfindən tamamlanır. Cənubi Azərbaycan heç vaxt müstəqil olmayıb. Milli hökumət 1920-ci ildə yaranmışdı. Cənubi Azərbaycan şimalda 1918-də 4-ü götürərəm. Osmanlı ilə hərbi ittifaqın yaradılması Şimali Azərbaycana aiddir. Bizdən Cənubi Azərbaycana aiddir. Ümumi cəhət soruşduğuna görə cavab olur 2 ilə 4. Birinci Dünya müharibəsi ilə Şimali və Cənubi Azərbaycan tarixi üçün ümumi cəhətlər. Muxtariyyət uğrunda mübarizə. Düzdür. Biz əvvəlcə Şimali Azərbaycan olaraq muxtariyyət istəyirdik. Ta ki, mart soyqırımına qədər. İngilis qoşunlarının ölkəyə daxil olması. 1918-in avqustunda bizə daxil olub, eyni zamanda Cənubi Azərbaycana. Milli hökumətin təşkil olunması. Cənubi Azərbaycanda 1920-də, ona görə atıram. Osmanlı qoşunlarının ölkəyə daxil olması, ikisində də var. Sovet ordusu tərəfindən tamamilə işğal məsələsi Cənubi Azərbaycan ola bilməz. Cavab olur 1, 2 və 4, 129-da. 130-a baxaq. Şimali Azərbaycanın 9-cu əsrin sonu neft, 20-ci əsrin əvvəli mis üçün oxşar cəhət. Sovet Rusiyası tərəfindən istismar olması. Misi ədətən Almanlar istismar edirdi. Xarici kapitalizasını inkişaf edir. Alman mis, neftdəki onsuz da həm Rus idi, həm İngilis, həm Fransız, həm Norveç. Yalnız milli kapital ola bilməz. Təbii ki, neftimizə hamı göz dikir. Texniki yeniliklər tətbiq olunmalıydı, çünki o boyda xarici kapital gəlmişdi. Hazır məhsulun yalnız Rusiya bazarına ixrac olması da yanlışdır. Cavab olur 2 ilə 4. 1827-1915 baş vermiş hadisələr. 1827-də Ruslar Təbrizi işğal edib, 1915-ci ildə burada da yenə Ruslar Təbrizi işğal edib. Növbəti Rus-Qacar müharibəsi yanlışdır. Çar Rusiyasının Qacarların ərazisinə qoşun yeritməsi. 3-ü də götürərəm. Azərbaycan xanlıqları ola bilməz. 1828-dən sonra daha yox idi. Növbəti Osmanlı-Rusiya müharibəsinin başlanması da yanlışdır. Yəni, Birinci Dünya müharibəsində Osmanlı ilə Rusiya döyüşür, amma daha növbəti Rus-Osmanlı müharibəsi falan başlamır. Xronoloji ardıcılığı müəyyənləşdirək. Bakıda ilk açıq siyasi nümayiş. İlk açıq siyasi nümayiş 1902. Məmməd Yusif Cəfərov Dövlət Dumasında deputat seçildi 1912. Gəncədə müdafiə 1907, Müsavat 1911. Cavab olur 1, 3, 4 və 2.
Xronoloji ardıcılığı müəyyənləşdirək. Hümmət 1904, Müsəlman Gənclik 1903, Xəlil bəy Xasməmədov 3-cü Dövlət Dumasına deputat seçilməsi 1907, Nijni Novqorodda Ümumi Müsəlmanların Qurultayı 1905. 2, 1, 4 və 3 düzgün cavabımız hesab olunur. Xronoloji ardıcılığı müəyyənləşdirək. Müsavat, Hümmət, Xüsusi Cəmi Qafqaz, Bakı Xalq Komissarları Soveti. Müsavat 1911, Hümmət 1904, Komitə 1917, Xalq Komissarları 18. Burada ardıcılıq Hümmət 1904, Müsavat 1911, Komitə 1917, Bakı Xalq Komissarları Soveti 1918 aprelin 25-də cavab olur 2, 1, 3, 4. Xronoloji ardıcılıq Qeyrət 1905, Müsavat deməli 1911, Cənubi Qafqaz Komitəsi 1917, 2-ci Dövlət Dumasının seçkilərinin keçirilməsi isə deməli 1907-də qovulur da 2-ci Dövlət Duması, 1906-nın sonu, belə deyək. Qeyrət Partiyasının yaradılması. Baxaq, ardıcılıqla düzsək, birinci götürürəm 1-i, sonra 4-ü, Müsavat Partiyası 11-də idi, Xüsusi Cənubi Qafqaz Komitəsi 17-də idi. Cavabı 1, 4, 2, 3, 135-də. Xronoloji ardıcılıq Qafqaz Seymi 18 fevralında, Komitənin yaradılması 17 martında, Cənubi Qafqaz Komissarlığı 17 noyabrında, Azərbaycan müstəqilliyi 1918-ci ilin mayın 28-də. Ardıcılıq düzsək, 2-ni götürürük 1917 martı, Komissarlığın yaradılması 1917 noyabrı, Seyim 1918-in fevralı, Azərbaycan müstəqilliyi 1918-in mayın 28. Cavab 2, 3, 1, 4. Xronoloji ardıcılıq Bakı Xalq Komissarları Soveti 1918 aprelin 25, Trabzon Konfransı 1918 martın 14-ü, Cənubi Qafqaz Seymi 1918 fevralı, Ərzincan Müqaviləsi 1917 dekabrın 5-i. Birinci 4-ü götürərəm. Sonra Cənubi Qafqaz Seymini yaradaram fevralda, Trabzon Konfransı martda, Bakı Xalq Komissarları Soveti apreldə. 4, 3, 2, 1 düzgün ardıcılıq. Xronoloji ardıcılığı müəyyənləşdirək. Cənubi Qafqazda dövlət kəndlərinin icma torpaqlarının nəsil istifadə hüququ 1900-cü ildə. Məcburi sürətdə satılma 1912. Dövlət kəndlərinin bir yerdən başqa yerə köçməyi 1853. Kənd cəmiyyətləri haqqında əsaslanma 1865. Birinci 3-ü götürürəm. Şimali Azərbaycan dövlət kəndləri bir yerdən başqa yerə köçməsi 1853. Kənd cəmiyyətləri 1865. Sonra nəsil istifadə hüququ məsələsi 1900. Sonra da məcburi satın alma 1913, cavab 3, 4, 1 və 2. Xronoloji ardıcılıq ilk dəfə fəhlə deputatlar 1905, 2-ci Dövlət Dumasının seçkilər 1906-7, Bazı Konstitusiyası adlandırılan müştərək müqavilə 1904, dekabrın 30-u, deməli, Müsavat 1911, cavab olur 3, 1, 2, 4, 139-da cavab oldu. 3, 1, 2, 4. Xronoloji ardıcılığı müəyyənləşdirək. Cənubi Azərbaycan məşrutiyyətinin başlaması 1905, Difai Partiyası fəaliyyəti dayandırıb 1909, Müsavat 1911, ardıcılıq elə 1, 2 və 3 olaraq gedir 140-da. Xronoloji ardıcılıq Müzəffərəddin Şah Qacar Konstitusiya haqqında fərman verir 1906-nın sonu. Yəni avqustunda fərman verir, sonunda da qəbul edir. Bakıda Hümmət Təşkilatı 1904, 4-cü Dövlət Duması 1912, cavab olur 2, 1 və 3. Xronoloji ardıcılıq Rusiya müsəlmanları Moskva Qurultayı 1917-də. 4-cü Dövlət Duması 1912, Qalakənd zavodunun bağlanması 20-ci əsrin əvvəli, ona görə birinci götürürəm 3-ü, sonra 2-ni, sonra 1-i. 142-də cavab oldu 3, 2 və 1. Xronoloji ardıcılıq Bakı Xalq Komissarları Sovetinin süqutu. 1918 iyulun 31-i. Türkiyədən Mərkəziyyət Partiyası 1917-ci ilin martında. Difai Partiyasının yaradılması isə 1906-cı ildə. Ardıcılıqla götürsək birinci 3, sonra 2, sonra da 1. Xronoloji ardıcılıq Bakıda Qafqaz müsəlmanlarının qurultayı 1917. İlk ərs halı 1906. Bakıda Sovet hakimiyyətinin qurulması. Deməli, bu da 1917-ci il noyabrında. Ardıcılıqla götürsək birinci 2, sonra 1, sonra da 3-ü götürərik. 144-də cavab oldu. Deməli, 2, 1 və 3. 145-ə bax. Xronoloji ardıcılıq Rusiya müsəlmanlarının birinci qurultayı. Rusiya müsəlmanlarının birinci qurultayı 1905-ci ildə. Müsavat 1917-də birinci qurultayı keçirilmişdi. İkinci Dövlət Dumasının qovulması da 1907-dədir. Cavab olub 1, 3 və 2. 1, 3, 2.
Xronoloji ardıcılıq. Tiflis Dövlət Dumasının seçkilərin keçirilməsi 1906-7. Gəncədə Türkiyədən Mərkəzi Federalistlər Partiyasının yaradılması. Türkiyədən Mərkəziyyət Federalistlər Partiyası 1917-də. Demək, Əhməd bəy Ağayev Difayını yaratdı 1906-da. Birinci olur 3, sonra 1, sonra da 2. 146 cavab oldu. 3, 1 və 2. Xronoloji ardıcılıq. Sarıqamış 1914-15. 4-cü Dövlət Dumasının seçkiləri 1912. Bakıda Qafqaz müsəlmanlarının qurultayı 1917. Ona görə ardıcılıqla 1-ci 2-ni götürərəm 1912, sonra Sarıqamış 1914-15, sonra Qafqaz müsəlmanlarının qurultayı 1917, 2-1-3 düzgün cavabdır. Xronoloji ardıcılığı müəyyənləşdirək. Gəncədə Müdafiə Təşkilatının yaradılması 1907. İctimai Təşkilatların İcarəyə Komitəsi Bakıda yaradılması 1917. Deməli, Açıq Söz qəzeti 1915, cavab oldu 1, 3, 2, 1, 3, 2. Xronoloji ardıcılıq. Səməd bəy Mehmedov, Fərxan Qayıbov. Çarın yeganə müsəlman yavəri Naxçıvanski idi. Polşada Alman qoşunlarına zərbənin vurulması. Bunu götürərəm Səməd bəy Mehmedova. 1-ə B-ni. Hərbi təyyarəçi Fərxan Qayıbov. 2-yə C-ni. Petrograd toplarının müdafiəsi Şıxlinskiyə aiddir. Ordu qərargahının döyüş xəritələri İbrahim Ağbəkçov. Cavab oldu 1B, 2C. 1865-1902 Cənubi Qafqaz Dövlət Kəndləri Torpaq Quruluşu haqqında qanun qəbul edilməsi. Cənubi Qafqazda Dövlət Kəndlərinin Torpaq Quruluşu haqqında qanunun qəbul olunması aiddir 1900-cü ilə. Ona görə A-nı bura götürürəm. Torpağa məcburi satılması 1912 aiddir. B-ni bura götürürəm. Vahid kənd dairəsi 1865-dədir. C-ni götürürəm. Dövlət kəndlərini bir yerdən başqa yerə köçürmək 1853. Şamax Qubernesində yaşayan sahibkar kəndlərin icma torpaqlarının nəsli. İcma torpağının nəsli istifadə hüququ məsələsi 1900 dövlət kəndlərinə aid idi. Cavab oldu 1C, 2A, 3B. Dövlət kəndlərinin icma torpağının nəsli istifadə hüququ 1900-cü il. 2-yə A-nı götürərəm. Zaqatala dairəsində sahibkar kəndlərin feodal asılıqdan azad olması. 3-ə B-ni götürərəm. Qalkənd Misərtmə Saflaşdırma Zavodu 1883-dədir. 1-ə C-ni götürərəm. Kəndlərə 5 desiyatin yaralı torpağın verilməsi haqqında qərar 1847-70. Xəzər vilayəti bəylərinin tüylü torpaqlarının müsadirə olmasıdır. Bu da 1841-dir. Cavab olur 1C, 2A, 3B. Yəni C, A və B düzgün cavabdır. Uyğunluğu müəyyənləşdirək 1903-1913. Kəndlər 20 dövlət xəzinəsinə borcluydular 1912-13-də. Sahibkar kəndlərin federasiyasından azad edilməsi barədə ilk qanun 1870-də idi, ona görə B-ni atıram. Sahibkar kəndlərinə aid idi 2, 1912-13. Daha doğrusu C götürməli idi sahibkar kəndlərinə aid olanı. Deməli, dövlət kəndlərinə aid idi 1900-1903 ikisi də. D-ni götürürəm. Dövlət kəndləri bir yerdən başqa köçməyə 1853-də. Cavab 152-də 1D, 2A və C. Cənubi Qafqaz Dövlət Kəndlərinin Torpaq Quruluşu haqqında 1913 aqrar qanunları sahibkar kəndlərinin ümumi mülkiyyət tabisi 1846 dekabr reskript. Kənddə icma torpaqlarının nəsli istifadə hüququ adlar. Buna B-ni götürərəm. Dövlət kəndlərinə aid edildi. Bunu da götürürəm 1-ə. Kəndlər mükəlləfiyyət daşımaqdan azad olanda sahibkar kəndlərinə aiddir 1912-13-cü ildə. D-ni götürürəm 2-yə. Deməli, kəndlərə başqa sahibkarın yanına köçmək hüququ verildi. Bu məsələ də 1847-ci ildə. Cavab olur 153-də 1B-C, 2-də D. Uyğunluğu müəyyənləşdirək. Səməd bəy Naxçıvanski, bir də Əlağa Şıxlinski. Səməd, Naxçıvanski, Əlağa Şıxlinski. Georgi silahı ilə tərtib olunmuşdur. Səməd. Rusiya qoşunlarının çarın yeganə yavəri Naxçıvanski. Döyüş əməliyyatları xəritəsi İbrahim Ağbəkov. Peterburqun toplarının müdafiəsi Əlağa Şıxlinski. Hərbi təyyarəçi Fərxan Qayıbov. Cavab olur A, B və D. Əlağa Şıxlinski, Fərxan Qayıbov, Səməd bəy Mehmedov. Azərbaycanın ilk hərbi təyyarəçisi Fərxan Qayıbov. A. Brilyantla bəzədilmiş Georgi, Səməd bəy Mehmedov. Birinci Dünya müharibəsində Petrogradı müdafiə edib kim? Bunun ardıcıllığını səhv edib. Buna B yazmalıydıq. Deməli, burada C yazmalıydıq. Döyüş əməliyyatları xəritələri İbrahim Ağbəkov. Polşada hərbi əməliyyat zamanı Sovet ordusu mühasirəyə düşməkdən xilas etmişdi. Bunu da atıram. Cavab oldu 1C, 2A, 3də B.
1870 14 may 1900 Cənubi Qafqaz dövlət kəndlərinin torpaq quruluşu haqqında qanun. Sahibkar kəndlərinin mülkədar tabelisi adı verildi 1846 6 dekabr. Sahibkar kəndlərin feodallığından azad edilməsi 1870. Dövlət kəndlərinin icbada nəsil istifadə hüququ. C 2-yə götürürəm. Sahibkar kəndlərin müvəqqəti mükəlləfiyyətlərinin azad olunurlar 1912-13. İlk dəfə kəndliyə 5 desiyatin torpağın verilməsi 1847. Cavab oldu 156-da 1B 2-də C. Şimali Azərbaycan 1870 əsasnaməsi, 1903 əsasnaməsi, ali müsəlman təbəqəsinin imtiyazlarının tanınması. Bunlardan heç birine aid deyil. Dövlət kəndlərinin icma torpağının nəsil istifadə hüququ 1900 idi. Dövlət kəndlərində çəmən otlaq meşədən pay ayrılır. Bunu götürərəm mən 1903-ə. Sahibkar kəndlərin müvəqqəti mükəlləfiyyətdən azad olunan 1912-13. Kəndliyə 5 desiyatin torpaq verilməli idi. 1870 və 1847. Cavab oldu 1-yə 2-C. Belə əziz abituriyentlər, əgər daha çox video izləmək istəyirsinizsə kanalıma abunə olub videoları bəyənib şərh yazmağı unutmayın.